Hörmətli izləyicilər, A-Marketdən hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. Dolar indeksinə nəzər salaq. Dolar indeksi bildiyimiz kimi 29 oktyabrda güclü alış siqnalı vermişdi. Belə ki, həmin günün ikinci, hətta üçüncü müqavimət səviyyəsi test edilmişdi və qiymət ikinci müqavimət səviyyəsinin üzərində bağlanmışdı. Və həmin tarixdən etibarən diqqət yetirsəniz artıq 1, 2, 3 gündür ki, dolar indeksi yüksələn xətlə davam edir və bu gün ərzində texniki analiz nöqteyi nəzərindən bugünün birinci müqavimət dəstək səviyyəsi olan 99.094 səviyyəsi qırılıb onun altına bağlanmazsa biz hələlik dolar indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Bu həftə eyni zamanda Amerikadan ISM Manufacturing Index ilə bağlı nəticələr açıqlanacaq və bu göstəricilərin yaxşı gəlməsi halında bu dollara yuxarı yöndə dəstək verə bilər. Hörmətli izləyicilər, bildirik ki, maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyü də 29 oktyabrda güclü satış siqnalı vermişdi. Belə ki, həmin günün ikinci dəstək səviyyəsinin altında bağlanmışdı avro-dollar valyuta cütlüyü və həmin tarixdən etibarən avro-dollar valyuta cütlüyündə eniş davam edir. Artıq 3 gündür ki, bu eniş davam edir və o cümlədən keçən həftə Avropa Mərkəzi Bankının faiz dərəcəsini dəyişməz olaraq saxlaması, yəni 2.15%-ə saxlaması da bir mənada avro-dollar valyuta cütlüyünə aşağı yönlü təzyiq etmiş oldu. Bugün ərzində nə qədər ki, avro-dollar valyuta cütlüyü bugünün birinci müqavimət səviyyəsi olan 1.15687 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik avro-dollar valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik və gün ərzində böyük ehtimalla 1.15127 səviyyəsi test edilə bilər. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də 28 oktyabrda yaranan güclü satış siqnalı hələ də davam edir. Artıq 1, 2, 3, 4 gündür ki, GBP-USD valyuta cütlüyündə eniş davam edir. Və bugün ərzində texniki analiz nöqteyi nəzərindən bugünün birinci müqavimət səviyyəsi olan 1.31779 səviyyəsi qırılıb, qiymət onun üzərinə bağlanmazsa, biz hələlik funt və ABŞ dollar valyuta cütlüyündə enişin davam edəcəyini söyləyə bilərik. Bu həftə xüsusilə İngiltərə Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarı qəbul edəcək və faiz dərəcəsinin 4%-də, yəni dəyişməz olaraq saxlanılacağı proqnoz edilir. Əgər GBP-USD valyuta cütlüyü ilə bağlı faiz qərarında hər hansı bir endirim olarsa, bu bir mənada funta uzun vədədə negativ təsir edə bilər. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızıl da bildiyimiz kimi 21 oktyabr tarixində yaranan satış siqnalı bir mənada artıq 30 oktyabırda başa çatdığını qeyd etmişdik və həmin günün birinci müqavimət səviyyəsi olan 4003 dollar, 4001 dollar səviyyəsi qırılıb və qiymət həmin səviyyənin üzərində bağlanmışdı. Bu artıq bazara alıcıların daxil olduğunu göstərirdi və diqqət etirsəniz, həmin tarixdən etibarən qızıl günlər üzrə birinci dəstək səviyyəsinin altına bağlanmayıb. Bugün həmin səviyyəni test edib, lakin yenə də qızıl həmin səviyyənin üzərində ticarət olunur. Nə qədər ki, qızıl gün üzrə bugünün birinci dəstək səviyyəsi olan 3967 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda baxdıqda isə hörmətli izləyicilər, bildiyimiz kimi qızıl makro səviyyədə yüksələn trendlə davam edir və qızılın 21 oktyabırda başlayan aşağı yönlü korreksiyası əslində yüksələn trendin aşağı səviyyəsini yaradıb, yəni higher low yaradıb, sonra yenidən yüksəlişə qalxacağı, yüksəlişlə davam edəcəyi ehtimalını gücləndirmiş olur. Və qeyd etdiyimiz kimi gün ərzində bugünün birinci dəstək səviyyəsi xüsusi rol oynayır. Bu səviyyə qırılıb qiymət həmin səviyyənin üzərində bağlanmazsa, biz qızılda yüksəlişin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksində 24 oktyabırda başlayan güclü alış siqnalı 29 oktyabırda başa çatmış oldu. Həmin günün birinci dəstək səviyyəsinin test edilməsi ilə və 30 oktyabırda S&P 500 indeksi həmin günün birinci dəstək səviyyəsini qırmış oldu və onun altında ticarət edildi. Və həmin tarixdən etibarən range içərisində ticarət olunur və S&P 500 indeksində əslində böyle bir qeyri-müəyyənlik hələ də davam etməkdədir. Baxmayaraq ki, Çin və Amerika arasında ticarət razılaşmasına ilə bağlı
müəyyən müsbət nəticələr əldə edilmiş oldu. Çünki Amerikan prezidenti Donald Trumpla Çinin prezidenti Xi Jinping görüşdülər və aradakı gərginliyi bir mənada müsbətə doğru dəyişmiş oldular. Lakin hələ də Amerikan səhəm bazarında qiymətlərin həddən artıq yüksək olması, süni intellekt şarının olması ilə bağlı bir çox gözləntilər var və bu da bir mənada investorlarda aqressiv alışlar etmək və yaxud da ki, bu səviyyələrdən artıq S&P 500 indeksindəki bu səviyyədən sonra bazara böyük həcmdə daxil olmaq riskli göründüyü üçün bir mənada S&P 500 indeksi hal-hazırda range içərisində, yəni gözləmə mövqeyində ticarət olunur. Bu baxımdan texniki analiz nöqteyi nəzərdən əgər S&P 500 indeksi bugünün birinci müqavimət səviyyəsi olan 6910 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksinə aşağı yönlü korreksiyanın davam edəcəyini söyləyə bilərik. Əlavə olaraq, hörmətli izləyicilər, keçən həftə və o cümlədən də bu həftə bir çox Amerikadakı böyük şirkətlərin gəlirləri açıqlanmış olacaq və həmin gəlirlərdə də gəlirlərin gözləntiləri üstələməsi bir mənada S&P 500 indeksinə müsbət yöndə təsir edə bilər. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.